Hər vaxtınız xeyir. Son günlərdə Amina tətbiqi ilə bağlı mənim Telegram kanalımda çox sayılı suallar ünvanlanır. Əcnəbiləri maraqlandıran ən vacib məsələlər qeydiyyat, köç, iş yeri dəyişikliyi, uşaqların və tələbələrin vəziyyəti, ev sahiblərinin öhdəlikləri və digər nüanslar barədə tez-tez suallar göndərirsiniz. Və bunu nəzərə alaraq bu dəfəki buraxılışda məhz bu sualların əksəriyyətinə aydınlıq gətirəcəm və Amina sisteminin necə işlədiyini addım-addım izah edəcəm. Yeri gəlmişkən xatırladım ki, operativ olaraq xəbərləri mənim ZM Novosti Azərbaycana Telegram kanalımda da oxuya bilərsiniz. Həmçinin də bu YouTube kanalına abunə olaraq xəbərləri zamanında izləyə bilərsiniz. Bundan başqa onu da qeyd edim ki, kanala abunə olaraq sizi maraqlandıran suallara da cavab tapa bilərsiniz. Həm Telegram kanalımın, həm də elə YouTube kanalımın linkləri bu videonun altında təsvir hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə əvvəldə də qeyd etdiyim kimi Amina tətbiqi ilə bağlı ən çox verilən suallar və onlara aid cavablar. Sual: Amina nədir? Tətbiqi haradan yükləmək olar? Ondan necə qeydiyyatdan keçmək lazımdır? Məlum olduğu kimi 1 sentyabr 2025-ci ildən etibarən paytaxt regionunda Moskva və Moskva vilayətində xarici vətəndaşların olduğu yerin qeydiyyatı üzrə eksperimental rejim tətbiq edilir. Bu rejim federal qanunvericiliyə uyğun şəkildə həyata keçirilir və mövcud miqrasiya qeydiyyatı qaydasını əvəz edəcək. Bununla da Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızstan, Ermənistan, Qazaxıstan, Gürcüstan və Moldova vətəndaşları işləmək üçün Moskva və Moskva vilayətinə gəldikdə mütləq qaydada Amina adlı mobil tətbiqi yükləməlidirlər. Bu tətbiq xarici vətəndaşların miqrasiya qeydiyyatına düşmə prosesini sadələşdirəcək, onların ünvan dəyişikliyi barədə Daxili İşlər Nazirliyinin məsafədən məlumatlandırılmasına imkan verəcək. Amina vasitəsilə vətəndaş miqrasiya mərkəzinin ünvanı üzrə qeydiyyata düşəcək, sonradan isə yaşayış yeri və onun dəyişilməsi barədə məlumatı mobil tətbiq interfeysi vasitəsilə Daxili İşlər Nazirliyinə göndərə biləcək. Tətbiq xarici vətəndaşlar tərəfindən yüklənir və miqrasiya mərkəzinə və ya Daxili İşlər Nazirliyinin ərazi şöbələrinə getmək tələb olunmur. Avtorizasiya üçün xarici vətəndaş kartı lazımdır. Əgər kart yoxdursa və ya itərsə, tətbiqə pasport məlumatı ilə daxil olmaq mümkündür. Tətbiq Daxili İşlər Nazirliyinə geolokasiya məlumatlarını ötürür. Əgər bir neçə gün ərzində məlumat ötürülməzsə, vətəndaşa ünvanı təsdiqləmək və ya dəyişiklik barədə xəbər vermək üçün bildiriş gəlir. Əgər 3 iş günü ərzində geolokasiya məlumatı ötürülməsə, vətəndaş qeydiyyatdan çıxarılır. Eksperiment çərçivəsində bu qaydanın pozulması vətəndaşın nəzarət olunan şəxslər reyestrinə daxil edilməsinə səbəb ola bilər. Əgər vətəndaş başqa regionda qeydiyyata düşərsə və ya ölkədən çıxarsa, o avtomatik qaydada qeydiyyatdan çıxarılır. Bu barədə bildiriş Amina tətbiqinə gələcək. Sonradan tətbiqdə əlavə funksiyalar da olacaq. Məsələn, patentin ödənişi, miqrasiya mərkəzinə elektron qaydada əvvəlcədən yazılmaq və s. Sual: 1 sentyabrdan sonra qeydiyyata düşmək yalnız Amina ilə olacaq, yoxsa köhnə qayda ilə də MVD vasitəsilə mümkündür? 1 sentyabr 2025-ci ildən etibarən paytaxt regionunda xarici vətəndaşların olduğu yerin qeydiyyatı üzrə eksperiment qüvvəyə minir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızstan, Ermənistan, Qazaxıstan, Gürcüstan və Moldova vətəndaşları iş məqsədi ilə Moskva və ya Moskva vilayətinə gəldikdə yalnız Amina tətbiqi vasitəsilə qeydiyyata düşməlidirlər. Sual: telefon xarab olarsa, oğurlanarsa və ya internet işləməsə neçə gün vaxt verilir ki, insan nəzarət olunanlar reyestrinə düşməsin? Mobil tətbiqin işini ən qısa müddətdə bərpa etmək vacibdir. Əgər 3 iş günündən çox geolokasiya məlumatı ötürülməzsə, vətəndaş nəzarət olunan şəxslər reyestrinə daxil edilə bilər. Sual: Azərbaycan vətəndaşı başqa regiona köçəndə miqrasiya mərkəzinə xəbər verməlidirmi? Nə qədər vaxt verilir ki, reyestrə düşməsin? Əgər vətəndaş eksperiment aparılmayan regiona köçürsə, orada adi qaydada faktiki ünvan üzrə miqrasiya qeydiyyatına düşməlidir. Əlavə olaraq Moskva barədə ayrıca məlumat verməyə ehtiyac yoxdur. Qeydlər avtomatik olaraq Daxili İşlər Nazirliyinin informasiya bazasında aparılır. Yeni regionda qeydiyyata düşmə zamanı Moskva üzrə qeydiyyat avtomatik ləğv edilir. Sual: mənzil sahibləri üçün nə dəyişir? Mən evimi Azərbaycanlı ailəyə kirayə vermişəm. Onların patentləri var. Mən indi onları qeydiyyata salmaq üçün hara müraciət etməliyəm? 23 may 2025-ci il tarixli federal qanuna əsasən Moskva və Moskva vilayətində mənzil sahiblərinin, yəni qəbul edən tərəfin miqrasiya qeydiyyatı üçün Daxili İşlər Nazirliyinə müraciət etməsi öhdəliyi ləğv edilib. İndi xarici vətəndaşlar qeydiyyata özləri Amina vasitəsilə düşəcəklər. Mənzil sahibinin əlavə xərc və riski yoxdur.
Sual: Əgər xarici vətəndaş başqa regiona bir neçə həftəlik ezamiyyətə, yəni komandirovkaya gedirsə, nə etməlidir? Bu məsələni Amina ilə həll etmək mümkündürmü? Əgər vətəndaş eksperimentin tətbiq edilmədiyi regiona gedirsə, orada faktiki ünvan üzrə adi qaydada qeydiyyata düşməlidir. Əlavə məlumat verməyə ehtiyac yoxdur. Hərəkətlər Daxili İşlər Nazirliyinin informasiya sistemində əks olunur. Yeni regionda qeydiyyata düşdükdə Moskva üzrə qeydiyyat avtomatik ləğv edilir. Geri qayıtdıqda isə Amina vasitəsilə yenidən qeydiyyata düşmək vacibdir. İşə götürəndən sual: Mənim işçilərim hazırda müqavilələrini və qeydiyyatlarını MVD-də uzadırlar. Onlar da Amina yükləməlidirlər. Onlar Azərbaycanlılardır. Qeydiyyatları oktyabra qədərdir. Bəli, işçiləriniz Amina tətbiqini yükləməlidirlər. 1 sentyabr 2025-ci ildən etibarən sadalanan ölkələrin vətəndaşları işləmək üçün Moskva və ya Moskva vilayətinə gəldikdə mütləq Amina vasitəsilə qeydiyyata düşməlidirlər. Mövcud qeydiyyat müddəti bitdikdən sonra 30 iş günü ərzində Amina vasitəsilə yenidən qeydiyyat aparılmalıdır. Eyni zamanda müqavilələrin uzadılması proseduru əvvəlki qanunvericilik və saziş əsasında aparılır. Sual: Xarici uşaqların qeydiyyatı necə olacaq? Biz ər-arvad Azərbaycan vətəndaşlarıyıq. İşləyirik. 6 yaşlı övladımız da Azərbaycan vətəndaşdır. Amina onlara necə şamil olunacaq? Uşaqlar üçün qəbul edən tərəf, yəni valideyn və ya mənzil sahibi ayrıca müraciət edərək bildiriş doldurmalıdır. Avrasiya İqtisadi Birliyi ölkələri vətəndaşı olan uşaqlar isə valideynlərin əmək müqaviləsinə əsasən əvvəlki qaydada qeydiyyata alınacaqlar. Yəni Amina uşaqlar üçün şamil olunmur. Sual: Xarici vətəndaş geolokasiya məlumatlarını paylaşdıqdan sonra ayrıca Qoslugi üzərindən qeydiyyat lazımdırmı? Mənzil sahibi təsdiq etməlidirmi? Əmək miqrantı üçün yalnız Aminadakı qeydiyyat kifayətdir. O, tətbiqdə yaşadığı ünvanı özü göstərir və dəyişiklik olduqda yenisini əlavə edir. Əlavə miqrasiya qeydiyyatı tələb olunmur. Mənzil sahibi bu prosesdə iştirak etmir və heç nə təsdiqləmir. Sual: Tələbələr də Amina ilə qeydiyyata düşəcəklər? Xeyr, Amina yalnız işləmək üçün gələnlərə şamil olunur. Tələbələr əvvəlki qaydada qeydiyyata alınırlar. Sual: Mən, ərim və onun bacısı Azərbaycan vətəndaşıyıq. Məndə RVP var, ərimdə patent var, bacısı isə universitetdə oxuyur. Kim Amina yükləməlidir? Amina yalnız sizin əriniz üçün tələb olunur, çünki o patent əsasında işləyir. O, mövcud qeydiyyat müddəti bitdikdən sonra 30 iş günü ərzində Amina vasitəsilə qeydiyyata düşməlidir. Siz və ərinizin bacısı isə bu kateqoriyaya aid olmadığınız üçün Aminadan istifadə etmirsiniz. Sual: Uzaq səfərlərə çıxan yük maşını sürücüləri üçün hansı qaydalar olacaq? Əgər vətəndaş eksperiment aparılmayan regiona gedirsə, orada adi qaydada qeydiyyata düşür. Əlavə məlumat verməyə ehtiyac yoxdur. Yeni regionda qeydiyyata düşən zaman Moskva üzrə qeydiyyat avtomatik ləğv olunur. Qayıtdıqdan sonra isə Amina vasitəsilə yenidən qeydiyyata düşməlidir. Sual: Mənim qeydiyyatım noyabra qədərdir. İndi Amina yükləməliyəm? Qeydiyyat müddəti bitdikdən sonra 30 iş günü ərzində Amina vasitəsilə qeydiyyata düşməlisiniz. Lakin tətbiqi əvvəlcədən yükləyib funksiyalarla tanış ola bilərsiniz. Sual: Mən mənzil sahibiyəm. Tələbələrə kirayə vermək istəyirəm. Eşitmişəm ki, Amina səbəbilə mən artıq qeydiyyat etməli deyiləm. Bu doğrudurmu? Xeyr. Tələbələr Amina ilə qeydiyyata düşə bilməzlər. Onların qeydiyyatı əvvəlki qaydada MFC və ya Qoslugi vasitəsilə həyata keçirilir. Siz mənzil sahibi olaraq onları əvvəlki kimi qeydiyyata almalısınız. Sual: Mən Rizanda işləyirəm. Qırğızistan vətəndaşıyam. İşdən çıxıb Moskvaya köçmək istəyirəm. Amina üçün mən Saxarovaya getməliyəm və ya mənim işə götürənlərim nə etməlidir? Siz Aminanı özünüz yükləyirsiniz, Saxarovaya getmək lazım deyil. Tətbiq vasitəsilə Miqrasiya Mərkəzinin ünvanı üzrə qeydiyyata düşəcəksiniz və geolokasiya məlumatları Daxili İşlər Nazirliyinə ötürüləcək. Rizandakı işə götürən 3 gün ərzində müqavilənin xitamı barədə, Moskvadakı işə götürən isə yeni müqavilə barədə Daxili İşlər Nazirliyinə məlumat göndərməlidir. Vacib qeyd:
Bu qayda Avrasiya İqtisadi Birliyi ölkələri vətəndaşlarına aiddir. Onlar üçün iş üçün sadəcə müqavilə kifayətdir. Azərbaycan, Gürcüstan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşları isə Moskvada işləmək üçün patent almalıdırlar. Sual: Mənim kağız qeydiyyatım hələ oktyabrın sonuna qədər qüvvədədir. İndi Amina yükləyə bilərəm? Bəli, əlbəttə. Tətbiqi əvvəlcədən yükləyib, avtorizasiyadan keçərək funksiyalarla tanış ola bilərsiniz. Qeydiyyat müddətiniz bitdikdən sonra 30 iş günü ərzində Amina vasitəsilə qeydiyyata düşməlisiniz. İndi ümumiyyətlə MFC, MVD, Goslugi vasitəsilə qeydiyyata düşmək mümkün deyil, yalnız Amina ilə mümkündür. Əgər siz sadalınan ölkələrin vətəndaşı olub, iş üçün Moskva və ya Moskva vilayətinə gəlmisinizsə, qeydiyyat yalnız Amina vasitəsilə aparılır. Digər xarici vətəndaşlar, məsələn, uşaqlar, tələbələr əvvəlki kimi MFC, MVD və ya Goslugi üzərindən qeydiyyata düşürlər. Bir sözlə, Amina miqrantların gündəlik prosedurlarını rəqəmsallaşdırır və müəyyən hallarda asanlıq gətirir. Azərbaycan vətəndaşları üçün isə əsas tövsiyə tətbiqi dərhal yükləyib funksiyalarını öyrənmək, ehtiyat planı hazırlamaq və lazım gəldikdə işə götürənlərlə əlaqə saxlamaqdır. Beləliklə, Amina sadəcə bir mobil tətbiq deyil, həm də elə əcnəbilərin Rusiyadakı rəsmi statusunu rahat və şəffaf şəkildə tənzimləyən yeni bir sistemdir. Bu dəyişikliklər həm miqrantların, həm də elə ev sahiblərinin məsuliyyətlərini yenidən formalaşdırır. Odur ki, hər kəs üçün ən önəmlisi vaxtında məlumatlanmaq və qaydalara düzgün əməl etməkdir. Və ümid edirəm ki, bu dəfəki buraxılışda sizə faydalı oldu və əgər belədirsə, videonu paylaşa bilərsiniz ki, çox adam bu məlumatlardan faydalana bilsin. Vəssalam, bu dəfəlik bu qədər. Əgər siz də gündəlik və operativ xəbərləri izləmək istəyirsinizsə, həm bu YouTube, həm də ZM Novosti Azərbaycana Telegram kanalına abunə ola bilərsiniz. Telegram kanalda sizə təkcə xəbərlər deyil, həm də izahlar, praktiki tövsiyələr və vacib sənədlərlə bağlı dəyişikliklər təqdim olunur. Gələn buraxılışda görüşənədək özünüzə və yaxınlarınıza yaxşı baxın.